Rəssamlar Birliyindən xəbərimiz var. Burada Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunmuş təvazökar Mirzə Qədim İrəvani adlı sərgi təşkil olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən keçirilən bu sərgidə sənətkarın zəngin yaradıcılığına həsr olunan əsərlər nümayiş olunub. Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrindən biri Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyi münasibəti ilə Təvazökar Mirzə Qədim İrəvani adlı sərgi təşkil olunub. Bu təxəllüslə o öz əsərlərində demək özünü qeyd edirdi. Bəzi yerlərdə də elə Mirzə Qədim yazırdı, ya da ki Qədim bəy yazırdı. Ümumiyyətlə Mirzə Qədim İrəvaninin bilirsiniz bu gün həm irsinin öyrənilməsi, həm tədqiq olunması hörmətli prezidentimizin 14 fevral 2025-ci ildə verdiyi sərəncama əsaslanır və həmin sərəncama əsasən də biz bu tədbirləri həyata keçiririk. Deyərdim ki, bu gündə Naxçıvanımızda bir mədəniyyət bayramının keçirilməsidir. Bu sənət adamları üçün gerçəkdən bir bayramdır. Keçirilən hər bir sərgi, hər bir bu istiqamətdə tədbirlər bir mədəniyyət bayramıdır. Bilirsiniz ki, Mirzə Qədim İrəvani 50 il yaşayıb və əsasən fəaliyyət növü miniatür, dekorativ tətbiqi sənət və divar rəsmləri olub. Yaradıcılığını əsasən bu istiqamətdə o inkişaf elətdirib. Qısa bir ömür yaşasa da, belə deyərdim, böyük bir sənət irsi qoyub gedib ki, o bugün bizim bugünkü günümüzə qədər gəlib çıxıb. Bugün Mirzə Qədim İrəvaninin irsini öyrənmək o deməkdir ki, biz həm də ki Qərbi Azərbaycandan olan soydaşlarımızı daha yaxşı tanıyırıq. Bilirsiniz ki, Qərbi Azərbaycan konsepsiyası çərçivəsində elə bu tədbirlərin hamısı mən deyərdim ki daxildir. Və bugün Mirzə Qədim İrəvaninin irsini öyrənməklə biz həm də ki Qərbi Azərbaycan irsini öyrənmiş oluruq, bir hissəsini öyrənmiş oluruq. Ekspozisiyada portret, məişət və mənzərə janrlarında müxtəlif sənət əsərləri təqdim olunub. Müxtəlif rəssamların ərsəyə gətirdiyi əsərlərdə sadəlik, zəriflik və dərin mənalar sərginin Təvazökar Mirzə Qədim İrəvani adını tam şəkildə doğruldu. Belə demək olar ki, Mirzə Qədim İrəvani rəngkarlıqla miniatürün bir sintezini eləyibdir. Yəni bu sənət baxımından yanaşsaq. Və desək ki, dəzgah boyakarlığının ilkin sənətkarlarından olub, yanılmarıq. Yaradıcı və istedadlı şəxsiyyətin ömür və sənət yolunun Naxçıvanlı rəssamlarının dünya görüşündə, düşüncəsində, təxəyyülündə və təsəvvüründəki obrazlarını yaratması və bu obrazlardan ibarət sərgi əslində Mirzə Qədim İrəvaniyə rəssamlıq təfəkküründə fərqli aspektlərdən baxış bucağını ortaya qoyması baxımından da əlamətdardır. Tədbirin məqsədi Mirzə Qədim İrəvaninin Azərbaycan rəssamlıq məktəbinin formalaşmasındakı rolunu bir daha diqqətə çatdırmaq, yeni nəsli onun sənət dünyası ilə yaxından tanış etməkdir. Bu sərgi həm keçmişimizə bir baxış, həm də milli incəsənət tariximizin dəyərli səhifəsinə hörmətin ifadəsidir.